at ili sırf siyasi ildi, özdə oddu at ili. Yadımıza salsaq dünya tarixində çox şeylər olub. Onun indi verilişdə deyərik. Yəni, böyük dəyişikliklər olacaq və mən inanıram ki, nəhayət ki, bizdə seçkiləri özümüz keçirdəcəyik. Rusiya keçirtməyəcək, nə bilim, Amerika keçirtməyəcək, başqaları yox. Özümüz keçirdəcək. Özümüz eləsək yaxşıdır. Tutaq ki, bir dənə Əhmədi Ramiz Mehdiyev parlamentə salır da bir rayona. O rayon əhalisinə kömək eləməyəcək ki, adam kim seçir? Məni tutaq ki, rayon əhalisi seçsə, məni xalqım seçib, onun xidmətində dururam. Amma mən Ramiz Mehdiyev seçirsə, əlbəttə ki, mən əhaliyə daha da əzazil davranıram. Deyirəm, məni seçən odur, nə qazanıram ona verim. Onunla bölüşüm. Bax, adi primitiv, sadə bir mexanizmdir. Xalq seçəndə istər-istəməz deyirsən, sənə səs vermişəm. Amma xalq da deyə bilmir ki, mən səni seçmişəm. Deyir, mən səni seçməmişəm. Amma o da deyir, seçməmişsən, o da məndən niyə istəyirsən, qalır belə. Amma adam seçəndə bir ürəklənir, deyir, mən seçmişəm. Nəhayət ki, sənin mən seçmişəm, icra elə, sözünü dedizdirən bir mühit yaranacaq.